Əziz cavanlarımız, xahiş edirəm, çöldəki qonaqlarımızda yer boşaltsınlar. Cavanlarımız, çörək yiyənlər, çöldə gözləyək, qonaqlarımız əyləşsin. Məşədi təyyar. Terlonun sədaları gələndə sözünü deyəcək sonra. Terlonun. Sənin sözlərinə ehtiyacımız var. Hörmətli işıqlı cəmaat, xoş gördük ama. Allah'a şükür ki bir yere yığışdık. Allah'tan çok razıyım. Bu günləri şəhidlər ruhun şad elədi. Allah onlara rəhmət eləsin, qalblarını canı sağ eləsin. Sizi burada görməyimdən çox şadım. Hamınıza qurban olub, ay işıqlı cəmaat. Abi kellonu oynarım ha. Yalan
alqışlayaq. Amma bizim məhəllədir, ha, yuxarı məhəllə. Digərlərinə, alim qardaşımıza eşq olsun. O da bizim məhəllədir. Qardaş, o da sizin məhəllədir. Allah səsana qüvvət versin, canını sağ eləsin. Digər musiqiçilərimizi, bu qardaşımızı da Allah səsinizə bərəkət versin. Bu məclisdə qonaqlarımız var. Hacı Məhəmməd qardaşımızdan xahiş edirik. Bir də dərgah qardaşımızdan. Hacı, xoş gəlmişsən. Qədəmləri mübarək olsun. Buyur. Əziz və çox hörmətli qonaqlar, hörmətli qohumlar, dəyərli məclis iştirakçıları, hörmətli işıqlı cəmaatı, ümumilikdə Füzuli cəmaatını deyək də, yəni bunu ayırmayaq bir-birindən. Mənim bugün çox sevincimin haddi xududu yoxdur. Mən də eşitdim ki, burada belə bir tədbir var. Mən də özümə boş bildim ki, yəni gəlin burada iştirak edeyim. İndi burada belədir ki, mən çox insanları görsən, bir ildir mən də Füzuldəyəm, gəlmişik yoldaşımla. Yəni ki, seçimimi elədim, ancaq tanıma söhbətində belədir ki, mənə yaxşı salam da verirlər. Amma mən çalışıram ki, onların hamısını bir-bir ən aşağısı soruşanda babası ilə tanıyıram ki, bunlar kimdir. Yəni, bu işıqlı cəmaatı da bizim üçün çox əziz olub. Burada hörmətli insanlar olub, ağsaqqallar olub, gözəl təmasımız olub, münasibətimiz. Bir-bir onların adını çəkmək istəmirəm. Yəni, çəksəm uzun söhbət. Allah Seyid Tapdığa da, onun ətrafında. Burada nə qədər ki, o dünyasını dəyişən ağsaqqallar olub. Hamısına qəni-qəni rəhmət eləsin, ruhları şad olsun ki, bugün də biz gəlib burada iştirak edirik. Yəni, mən nə də bilərəm, çox şükür, bu böyük bir şeydir. 32 ildən sonra nəhayət gəlib bura çıxmışıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizin canını salamat eləsin ki, biz də bu yaşımızda gəlib burada, yəni belə öz torpağımıza sahib olmuşuq. Ulularımızı, ondan sonra dünyasını dəyişən insanları tapmışıq, onların qəbirləri mütəmadi ziyarət edirik. Uzun-uzadı danışmağa ehtiyac yoxdur, hamınızı təbrik edirəm, çox xoş gəlmişsiniz, Allah canınızı salamat eləsin, Allah balalarınızı xoşbəxt eləsin. Sağ olun. Hacı Məhəmməd nə lazımsa hamısını qeyd elədi. Mən müəyyən mənada bir-iki kəlmə demək istəyirəm ki, mən çox məclislərdə olmuşam. Bunu inkar eləməyə dəyməz. Həqiqətən zamanında da eşidirdim ki, bu işıqlı cəmaatı bir-birinə çox səmimi, mehriban bir cəmaatdır. Baxmayaraq mənim haradasa 80 yaşına yaxın yaşım çatıb. Belə tədbir mən çox yerlərdə olmuşam. Müəyyən mənada məni görən yoldaşlar məni görür, təsdiq eləyə bilər ki, həqiqətən də mən çox məclislərdə olmuşam. Belə möhkəm, nətər deyərlər, möhtəşəm mən tədbir görməmişəm. Məsələn, bu tədbiri təşkil eləməkdə üzr istəyirəm, qoy deyim, Şarif mənim qaynım evladıdır. Ona baxmayaraq, onun o təşəbbüsü, onun ətrafında olan yoldaşlar doğrudan böyük zəhmət tələb eləyir ki, haradasa bu əhalini bu məqamda bu qədər belə yığasan. Bu da bu məclisin yığılmağında əsas səbəbi odur ki, bu cəmaat həqiqətən mən bugün təsdiq elədim, bunu da inkar eləməyə dəyməz. Burada mənim tanıdığım yoldaşlar çoxdur. O cümlədən Bəyəxlalı Təyyar qardaşım burada oynadı, mən oradan çox ruhlandım, çox belə fərəhləndim ki, bəli, görmədiyim, çoxdan görmədiyim insanları görürəm. Həmçinin hamı mənim üçün əzizdir, bir heç kimdən ayırmıram. Hamısı mənim canciyarımdır. Sağ olun, var olun. Vallahi mən həqiqətən çox minnətdaram bu işıqlı cəmaatının bir-birinə qarşı olan münasibətinə görə. O, hər bir iş var, ölüm də var, yaşamaq da var, belə toy da var, xeyir də var. Sizin həməşə elə pis gününüz belə şadiyana girsin. Sağ olun, minnətdaram hamınıza. İcra strukturasından da nümayəndələrimiz, qonaqlarımız var. Cəmşid qardaşımız buyursun bura. Bir də cavanlardan xahiş edirəm. Ama şeyde işte boyu çekersen ha. Yemeğimizdə bu narahat olmayın. Bağlamsız kamazlar gibi.
istəyirəm bir dəqiqə. Sağ ol dede, sağ ol. Allah kömeğin olsun. Sağ ol. Hemen şehrimizde, kendimizde. Toy olsun, toylara çekelim. İnşallah, inşallah. Aynen öyle. Önder yıkılam et. Sağ ol. Reşten bir. Allah kömeğin olsun. Reşten bir yere. Arkadaşlar elimizde, şeyimizde. Sağ olun. Erkekten ellerin var olsun. Allah şehitlerimize rahmet eylesin. Gazilerimize sağ sağlık. Allah ölçü rehberimizi korusun. Şimdi de bir hizmet edeyim. Şey bu. Gel bak. Kitabın tadına bak yok şeyi. Işıkında mehalin dibinde, çınarın dibinde ışıklı su olsun. Bir ıskıt çay. Bir tane düşünmeyeceğim. Bu bir haline. Gel. Böyle şahsayla düşünme sana balık ye.
gelmişim. Ay elimde hesaplar benim bükülmüş, yüzüme yüz tutup orada gelmişim. Güneş yandıranda ana torpağı, duman olmalıyam, sen olmalıyam. Zirveden salınmıştı yolu ulu babalarımız. Şiri kamil ile dolu babalarımız. Müqəddəs yaşayacaq Azərbaycan halkı. Biz de fitələrdən gen olmalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah elimizə, obumuza sülh, əmananlıq bəxş etsin inşallah. Vətən sənin torpağını hər daşına qurban olur. Şaxta vuran ağacına yarpağına qurban olur. Aman ay ay ay, aman ay aman ay.
heyranıyıq. Ali baş komandanın siyasetinin heyranıyıq. Düşmanı yaman saldı çaş başa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İki dövlət, bir millət, heç sual sorğusu yox. Hansı bir dövlətin ise bizim kimi yargısı yox. Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox. Küreğin söküyübdü qardaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Cəm edib Azərbaycan vətən övladlarını, keşiyində görə hər an vətən övladlarını. Vətən uğrunda verən can vətən övladlarını, qızıl hərflə yazır yaddaşa Azərbaycan. Yaşa Azərbaycan. Elimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya Bir daha salamlayıram. Allah Teala hamınıza can sağlığı versin. Bugünkü məclis çox gözəl keçdi. O cümleden cavanlarımız burada iştirak eləməyi daha yaxşı oldu və bir-biriyle tanıdılar. Ay gənclər, bu işıqlının davamı sizden asılıdır. Bu təntənəli yığıncaqların birliği size tapşırırıq ay gənclər. Veteranlar deyəndə adları çoxdur. Mən onun siyahısını tutmuşam. Birinci ve ikinci Qarabağ iştirakçıları 157 nəfərdir. O cümleden onun içinde 25-30 tane bizim gazilerimiz var. Allah Teala hamısının canını sağ eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinin, anasının, atasının karşısında baş eğirik. Ölenlerine de rəhmət deyirik. Allah bütün şəhidlərimizə, o cümleden bütün Respublikada olan şəhidlərimizə fərqi yoxdur, rayon adı çəkməyək. Bu Respublikanın azad olunmasında bütün rayon cemaati iştirak edib. O cümleden bizim bu kendimiz 1992 ildə orada iştirak eden danışılanda dedik 72 nəfər. Ama 72 nəfərlə beraber bizim oradaki kent cemaati, mülki cemaat ve demək olar ki müharibə iştirakçısı kimi sayıldı. Allah onlara ölenlerine rəhmət eləsin, yerde kalanlarına can sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xalqımıza da, işıqlı cəmaatına da gözünüz aydın olsun. Bugünkü gündə hamımız buradasınız. Allah kömək olsun. Çok sağ olun. Ben de bütün deyilənlərə qoşurulam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Allah işıqlı kəndini qorusun. Həmişə belə xeyir işlər olur. Sağ ol. Deyilən bütün sözlərə mən də qoşurulam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir daha Işıqlıda sizi salamlayıram. Ay Işıqlılar. Erməni deyirdi ki verməyəcəm. Nətər verməyəsən hə? Bax çağırda. Allah Ali Başkomandanın canını sağ eləsin. Ordumuzu qorusun. O dəmir yumruqda olan oğlanları qorusun Allah Teala. O dəmir yumruğu doğan anaları Allah qorusun.
Allah bütün Azərbaycan xalqını qorusun. Kim ki vətən deyir, biz də onu deyirik inşallah. Vətən də onu deyirik inşallah. Var olsun işıqlamız. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Buranı da təşkil edən təşkilatçılara minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. İnşallah cəmaatın Mən birinci növbədə bütün kəndimizin cəmaatını salamlayıram. Mən də bir veteran kimi Allah rəhmət eləsin deyirəm qazi yoldaşlarımız, şəhid olan yoldaşlarımıza. Çünki onların heç bir şəhid olası uşaqlar döyüldülər. Bir yerdə döyüşmüşük. Hamısı canla başla, qəhrəmanlıqla döyüşdülər, şəhid oldular. Allah hamısına rəhmət eləsin. Yerdə qalan bütün qazilərimizə, veteranlarımıza hamısına Allah'tan can sağlığı arzulayıram. Allah'tan min dəfə Allah'a şükür olsun ki bu günü bize gösterdi. Geldik, kendimizde görüştük burada. Allah bütün qazilərə can sağlığı versin. Elə xalqımıza da xeyirli uğurlu olsun bu kənd. Ben de bütün işıq cəmaatını salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin. Qəbirlərin olmalı. Salam aleyküm. Mənim kəndimin cəmaatı sizi xoş gördük. Allah şəhidlərimizə rəhmət eləsin. Onların valideyninin qabağında baş əyirəm. Onlar bizim qəhrəman analarımız, atalarımızdır. Allah məkanlarını cənnət eləsin. Qazi qardaşlarımızı Allah qorusun, Allah şəfa versin. Veteran qardaşlarımız da ki, hər biri bir dəyərdir. Allah onları da qorusun. Bütün işıqlı cəmaatının göz aydın olsun. Allah'a min şükür ki qayıtmışıq kəndimizə. Allah canınızı sağ eləsin, kəndimiz var olsun. Şəhidlərimizə rəhmət eləsin, bu qazilərin də canı sağ eləsin. Ben de kendimizi salamlayıram. Bizim bura toparlaşmağımızın səbəbkarları şəhidlərimizdir. Allah hamımızdan rəhmət eləsin. Qazilərə də, veteranlara da can sağlığı versin. Bütün xalqımızı təbrik edir. Allah belə gün bir də bizə göstərsin. Bismillahirrahmanirrahim. Birinci Allah'a minnətdarlığımızı bildiririk ki, həmd olsun Allah'a ki, bugünkü gündə Allah Teala bizi elimizə, ovamıza qovuşturdu. Həmd olsun Allah'a ki, bugünkü gündə həm möhlət verdi ki, bugünkü gündə yağmadı. Yağsaydı inşallah inanırsınız burada heç kim bu rahatlığıyla tədbir istəməzdi. Allah elimizə versin, obamıza versin. Allah bu təşkilatçılığı hər kəs ki qurubdur. Allah ondan razı olsun, var olsun, axsaqqallıq eləyib, böyük bir yükün altına girir. Bu elimizi, obamızı da azad edən bütün şəhidlərimizə Allah'tan rəhmət diləyək, yaralı qazilərimizə Allah'tan şəfa diləyək, yerdə qalan cəmaatımıza Allah'tan iman, kamil, din, haqqa gəlməyi dəvət eləyək inşallah ki, Allah'ın izni olmasa biz bir addım da ata bilməzdik. Həmd olsun Allah'a ki biz buradayıq. Allah elimizə versin, Allah vəhdətimizi, birliyimizi əlimizdən almasın. Allah bir-birimizə daha da mehriban eləsin. Şad gündə gərək yığışağın elimizə. Allah'tan tezliğiyle dua eləyək ki elimizi ovamıza qayıdalım. Sağ olun, minnətdaram, var olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Görüşü dərsiyə gətirin hər bir işıqlı gəncinə təşəkkürümü bildirəm. Allah onlara can sağlığı versin. Belə bir görüş ərsəyə gətirdilər. Çox əziyyət çəkdilər, bu ağır yükün altına girdilər. Var olsunlar, sağ olsunlar. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərin canını sağ eləsin. Bu məclisi elə belə təşkil edənlərin də Allah canını sağ eləsin. Öz minnətdarlığımızı bildirir. Salamlayıram elim obamı, həmd olsun Allah'ın böyüklüyünə ki, bugünkü günü bizə qismət edib. Şəhid anaları salamlayıram, bazıların qardaşlarım, ataları salamlayıram. Onların qarşısında baş əyirəm, şükür ki bu günü, onların hesabına bu günü Allah Teala bizə qismət edib. Kəndimi, elim obamı salamlayıram.
Bu məclisin ən böyük təşkilatçılarından biri Kərbalaya Faiq qardaşımdır. Qəşəm qardaşımla 40 gündür bunlar nələr çəkir, mən onu bilirəm. Kərbalaya Faiq qardaş, Allah sana kömək olsun, Allah ta rəhmət eləsin. Allah səni elimizdən, obamızdan əksik eləməsin ki, bu yükü götürmüsünüz boynunuza. Hamınıza təşəkkürümü bildirəm. Bir də 17 may 2025-ci il öz qəlbimizin kalendarına işıqlı günü salaq. İşıqlıya qayıdış günü salaq. Həmən günü toplaşmaqsa bir-birimizi təbrik eləyək. Bu işıqlı günümüz mübarək olsun. Xoş gəlmiş yalnız kəndimizə. Sağ olun, öpürəm hamınızı. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Allah şəhidlərimizə rəhmət eləsin. Mən həmişə özümü 92-ci ilin döyüşçülərini, kəndimin döyüşçülərinin davamçısı hesab eləmişəm həmişə. 5-10 əskər mənə komandir desə də, mən cəmaatımızın əskəriyəm bugünkü gündə. Allah cəmaatımızı, elimizi, obamızı var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Yora getdikdə Ay Qarabağı sən nə üzlə istəyirdin? Halal torpağımızı mənimsəyirdin. Verməyəcəm deyirdin. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Nə oldu Paşinyan, nə oldu Paşinyan? Bəstəyirdin vermirəm torpaqları. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Qaçdı getdi erməni yalçaqları. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Daha dilimiz sıxmasın artıq susun. Gedib dalında gizlənirdin Rusun. Cəhənnəmə getdimi statusun. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Nə oldu Paşinyan, nə oldu Paşinyan? Bəstəyirdin vermirəm torpaqları. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Qaçdı getdi erməni alçaqları. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Nə oldu Paşinyan? Nə oldu Paşinyan? Efrə çıxıb danışırdın şüt kimi. Səni tanıyırlarındı bandit kimi. İlham əmim qovdu səni it kimi. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Nə oldu Paşinyan, nə oldu Paşinyan? Bəstəyirdin vermirəm torpaqları. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Qaçdı getdi erməni yalçaqları. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Nə oldu Paşinyan? Hərəkətin gəlir bizə gülməli kimi. Şuşada çıxıb oynuyordun dəli kimi. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Nə oldu Paşinyan, nə oldu Paşinyan? Bəstəyirdin vermirəm torpaqları. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Qaçdı getdi erməni alçaqları. Nə oldu Paşinyan, nə oldu Paşinyan? Nə oldu Paşinyan? Nə oldu Paşinyan? Nöşüm bizim məkanımızı sökür. Götürüm başdan qoşun hüsnüyle. Bahar günlərindən çaldı kəndimiz. Tüm yalanların meyvə bağladı. Gül-güllə bağlar meyvə bağlar. Həşirdən əziydi bizə kəndimiz. Bizim gözəl işıqlı kəndimiz. Bizim
neynərəm? Sana bir şey olsa, axı mən neynərəm?
Övladınızın kimə nəsib olacaqsa ilk toy eləsin. Elə beləsinə gəlib yığışan o toya. Elə çol deyə yenə də necə əldə əl üstə orada burada yəyin, içəyin, gəzəyin hamı bir yerdə olar. Allah bizi ayırmasın. Allah bu mehribançılığı, bu sevgini, məhəbbəti bu elimiz obamıza çox görməsin. Bir daha şəhidlərimizə rəhmət, qazilərimizə Allah'tan can sağlığı, xidməti keçən övladların o döyüşə göndərən anaları yenə də deyirəm. Ataların qarşısında baş əyirəm, hamısına öz minnətdarlığımı bildirirəm. Biz də onların övladları. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əvvəla bütün İşıqlı cəmaatı bu İşıqlı kəndində hamımızı xoş gördük. Hamımızı xoş gördük. Həmişə belə gözəl günlərdə görüşəyin, gözəl toylarda görüşəyin. İşimiz avan olsun, canımız salamat olsun və mən Məşədi Seyid Əlağa Seyid Məcidoğlu dünya müsəlmanlarını qoruyan, müdafiə edən zindan yumruq Tayyip Erdoğan'a və Azərbaycan prezidenti Dəmir Yumruq İlham Əliyevə müraciət edirəm. Onları Dəmir Yumruğu bir zindana, Dəmir Yumruğu bir zindana, səsi yayılsın bütün cihana, vay halına, iki demirin arasında kalan milletin vay Allah. Allah siz... Şeker boşluk. Ha, şekeri göreceğim. Size bir mesaj gönderirim. Cenaplar, Işıklı kendini yerinde dirmeye gösteriş veresiniz. Ya çabuk çekamsın, cemaatı çek.
pişirsin. Ama elimden aldı. Han kendi de gelsin. Kimden gelmiş o? Çok şükür ki bugünleri bu inşallah da bize qeyd edirik. Allah inşallah hamda bütün kendimize, elimiz obamıza bundan sonra burada gelip yaşamağı nəsib eləsin. Həmişə belə xeyirlər, həmişə belə çağır olsun kendimize, elimizdə. Allah elimizde obamızı var etsin. İlahiden kısmet oldu görüştük bir yere. Subaylarımızın, nebelerimizin, toyun hamımıza kısmet olsun. Yürüşen bir yere, xeyrimizde, şerimizde, küreğimizde birbirimize hemdem olsun. Bu torpağı çoktan da toy görmürdüm. Hatta benim de toyum burada olmadı. Anam Zalhan'ın torpağıdır bu. Allah ruhu şad oldu. O kazan asılan yerler benim anam Zalhan'ın torpağıdır. Gari gari rahmet olsun. Allah hamınız kapısında böyle toy kurusun. Hoş gelmişsiniz. Allah canınızı sağ eylesin. Kocalar, nevelerin, toyların görsün. Sağ olun.
Sanın beni,
dənə şəklini çəksən. Atayalım onu.
Gələn ayaqlarınız var olsun. Bugünkü gündən Allah Teala bizə çox qismət eləsin. Yaman günlərimiz arxada qalsın. Allah Teala xoş gələcək qismət eləsin sizlərə. Musiqiçilərimizə təşəkkür edirik. Allah canınızı sağ eləsin. Məclislərimizin daima gülü olasınız. Hamınıza can sağlığı. Əgər icazə verirsinizsə, əgər oynamaq istəyən yoxdursa, məclisimizi yekunlaşdıraq. İşlərimiz çoxdur. Hamınıza təşəkkür, minnətdarlıq edirik.